Nizami rayon Şamlı küçəsi ünvanında yaşıllıqlar məhv edilib. Ekologiyasına daxil olan məlumatda bildirilir ki, ərazidə aparılan tikinti yaş ağacların məhv edilməsinə səbəb olub. Belə ki, 14 hektar ərazidə həyata keçirilən tikinti yüzlərlə yaş ağacların tamamilə yox olmasına gətirib çıxarıb. Ağacların kütləvi məhv edilməsi ətrafda yaşayan sakinlər tərəfindən də ciddi narazılıqlara səbəb olub. Yerli sakinlərdən biri ekologiyasının qaynar xəttinə zəng edərək yaş ağacların məhv edən tikinti sahiblərindən şikayət edib. Ekologiyasının əməkdaşları deyilən ünvanda olublar. Məlum olub ki, 14 hektar ərazidə salınmış yaşıllıq həqiqətən də tikinti sahibi, Sahib və Təbriz adlı şəxslər tərəfindən aparılan işlər zamanı 50-dən çox yaş ağaclar məhv edilib. Ekologiyasının əməkdaşları ərazidə apardığı video çəkiliş və çəkdikləri fotolar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə göndərib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları operativ olaraq araşdırmalara başlayıb. İlkin məlumata görə tikinti aparılan 14 hektar ərazidə yaşıllıqların məhv edilməsi faktı aşkarlanıb. O da məlum olub ki, bəzi işbazlar tərəfindən paytaxtda və digər ərazilərdə yaşıllıqların məhv edilməsini bilərəkdən rəvac verilir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu halların qarşısını almaq yolunda lazımi tədbirlər görməkdədir. İnanırıq ki, bu hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq tədbirlər görəcək. Dilbər Vüqar qızı, Bölgə TV.